Salam dəyərli şagirdlər. Bildiyimiz kimi bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 8-ci sinif Azərbaycan dili suallarını izah edəcəm. Videoya keçmədən öncə bir kiçik xahişim olacaq. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Diqqətinizə görə təşəkkürlər. Deməli, birinci mətndən başlayaq. Yəqin şagirdlərimiz bunu diqqətlə oxuyublar. Yəni, maraqlı mətn idi. Başlayaq. Biri mətnin adı ola bilməz, yazıb. Gəncə düzündəki döyüş. Burada ümumiyyətlə döyüşdən söhbət getmirdi. Düzdür, əlini qılıncı atmışdı Qurbani, amma döyüş olmadı. 1-də Y. 2-də mətndə əsasən hansı hökm səhvdir? Yazıb ki, Qurbani dərvişləri qorxutduqdan sonra pulları götürüb Gəncəyə gedir. Xeyr, yəni orada konkret yazılmadı ki, getdi yoxsa yox. 2-də D. Yəni pullara da belə deyim də, götürüb getdiyi ilə bağlı bir şey olmadı mətndə. 3-də mətnin məzmununa əsasən Qurbanın xəncərə əl atmasının səbəbini müəyyən edin. Burada B variantı dərvişlərin ona böhtan ataraq yaxasından əl çəkməyəcəklərini gördü. Yəni gördü ki, bunlar artıq ondan əl çəkmirlər. Şəhər böhtan atırlar, ona görə qılınca əl atdı. 4-cü sualda mətndə dərviş məsnin belə lazım idi ifadəsini işlətməsi və Qurbanın ona tapşırıqla bura göndəriblə qənaətinə gəlməsi hansı tarixi siyasi kontekstdə işarə edir? Burada dövlətlərin dərviş geyimindən kəşfiyyat və casusluq məqsədi ilə istifadə etdiyinə. Yəni C variantı. 5-də dərviş məsni sonradan məlum olan əsl kimliyi və oradakı vəzifəsi haqqında hansı fikir doğrudur? Burada E variantına diqqət eləsək, Muradın dəstəsindən olan tapşırıqla Gəncə gələnləri izləyən bir casus müşahidəçi idi. 6-da kursivlə verilmiş məcazi mənalı ifadələri müəyyən edərək cavab kağızını yazın. Yaxasını çətin qurtarmaq, əl atmaq, bu ifadələri yazmaq olar. 7-də zaman zəfli, qış fəsli yaxınlaşanda quşlar isti diyara köç edirlər. Qış fəsli yaxınlaşanda. Nə vaxt, nə zaman? Feili bağlama tərkibi zəfli. 8-də, daha doğrusu 7-də B variantı. 8-də geyinmək sözü ilə bağlı səhv fikri soruşur təhlilində, yəni fonetik təhlilindəki yanlışı soruşur. D variantını yazıb dodaqlanandır. Burada dodaqlanan sait yoxdur. Hamısı dodaqlanmayandır. 8D. 9-da sayılarla bağlı uyğunluğu deyir. Numerativ sözlərlə işlənə bilənlər 5-6 nəfər şagird, 15 nəfər şagird. 1-ə B ilə C gedəcək. Yerdə qalan A ilə D də 2-ci gedəcək. Numerativ sözlərlə işlənə bilməyən say. 10-da mənlə və heç nə sözünün ortaq xüsusiyyətini soruşur. Burada hər ikisi ismi əvəz eləyə bilir. Mən kim, heç nə lazım deyil, nə lazım deyil, heç nə. Yəni hər ikisi ismi əvəz elədi. Yəni D variantı. 11-də eyni köklü sözlərin cərgəsini soruşur. Yəni kökləri eyni və şəkilçilər leksik olmalıdır. Düzəltmə sözü olmalıdır. Təmiz təmizlik, təmiz təmizləmək, təmiz təmizkar. 11-də B. 12-də verilmiş cümlə haqqında yanlış fikri müəyyən edin. Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi. Burada söhbətin mövzusu mənsubiyyət, mövzusunun nəyi? Mənsubiyyət qəbul etsə də, amma təsiri haldadır. 12-də B. 13-də frazeoloji birləşmələrin mənası ilə bağlı uyğunluğu soruşur. Burada diqqət eləsək, zəncir çeynəmək, son dərəcə qəzəbli olmaq, acıqlanmaq, can deyib can eşitmək, yaxşı yola getmək, bir-birini çox istəmək, göylə getmək, lovğalanmaq, təkəbbürlü olmaq, ona görə A variantı. 14-də nəticə ümumiləşdirmə bildirən modal sözlər beləliklə və nəhayət olduğuna görə 2 ilə 4 olacaq. 14-də C. 15-də çoxaltma dərəcəsində olan sifəti müəyyənləşdirin, dümağ. Bu A variantıdır. 16-da feilli birləşməni soruşur, evə gedərkən. Yəni, əsas tərəf arkan-ərkan feilli bağlamadır. 16-da C. 17-də hansı cümlədə ədat işlənməmişdir? Belə dostdan kim inciyər? Belə əvəzlikdir, kim də sol əvəzliyi. 17-də Y. 18-də diqqətlə baxsaq, birincidə xaricdə oxumaq şansı qazandığı üçün niyə, nə səbəbə keçmişdə olub? Səbəbdir. Xaricdə oxumaq şansı qazanmaq üçün, bu isə gələcəyə aiddir, məqsəddir. Ona görə də 1-ə gedəcək səbəb zəfliyi, 3-cüyə gedəcək B. Məqsəd zəfliyi. Ortaq da hər ikisinə tabiəli əlaqəsində aslı tərəfdir. Çünki zəfliyə xəbərdən aslı olur. Bir də qoşma ilə işlənmiş feilli birləşməkdir. Qazandığı üçün dıq mənsubiyyət üçün qoşması ilə maq məstər üçün qoşmasına işlənib. Bəli.
Onda 18-də D olacaq. 19-da yazışı düzgün olan sözü deyir. Azərbaycan Respublikası milli qəhrəmanı böyüklə yazılır. Sonra Jacques-Yves Cousteau mətninə baxaq. Burada 20-ci sualda akvalanqın kəşfi hansı sahənin inkişafına birbaşa təkan verdi? Sualtı foto və video çəkilişlərə. Sonra C variantıdır. 21-də yəni bu adamın yaratdığı xüsusi hidrokostyum haqqında hansı fikir doğrudur? Kostyumun çox şişməməsi üçün artıq havanı çıxaran xüsusi klapanlar quraşdırılmışdı. 21-də B. 22-də mətndəki məlumatlara əsasən Cousteau və komandasının okean dibindən tapdığı hansı tapıntılar hazırda muzey dəyəri daşıyır? Qədim Yunan amforaları və mərmər sütunlar. Bu da mətnin sizə deyə bilərəm hansı hissəsindədir. Əsasın son hissəsindədir. Sonuncu cümlələrinə diqqət edə bilərsiniz. 23-də diqqət eləyək. Mətnin məzmununa əsasən nöqtələn yerinə uyğun gələn ifadələr akvalanqın, yəni sınaqları zamanı yaranan təhlükəsizlik problemi ixtiraçıları avtomatik tənzimləyici yaratmağa sövq etdi. A variantı. 24-də verilən izahlardan biri mətnin giriş hissəsindəki heç bir ifadəyə uyğun gəlmir. Tədqiq etmək tədqiqatçı, sonra rejissor B variantına uyğun gedir. Rejissor sözünün izahı teatrla bağlıdır. Yəni qrup, bədii rəhbər, quruluşçu. Su altında nəfəs alma qurğusu akvalanq. Bir şey ixtira edən adam ixtiraçı, amma dalğıc geyimi ilə bağlı bir şey yox idi. Y variantı olacaq 24-də. 25-də mətnin məzmununa əsasən nöqtələn yerinə yazıb ki, beləlik rahat küləklər isə dalğıcın suyun dərinliklərində balıq kimi üzməsinə şərait yaradır. Bu söz ifadəni yaza bilərik. Belə sürətli bir şəkildə videonun izahını, yəni maksimum şəkildə verməyə çalışdım. Və siz, yəni hansısa variantla bağlı təklifləriniz, iradınız varsa ki, nəyə görə belə oldu və yaxud hansısa sualın ətraflı izahını istəyirsinizsə, şərh bölməsində yaza bilərsiniz. Diqqətinizə görə təşəkkürlər.